Mühafizəkarlığın ideologiya kimi yox, belə fikir kimi, düşüncə kimi meydana çıxmasını çox qədim dövrlərə aparanlar da var. Platona, Aristotelin dövrünə qədər. Lakin ilk dəfə bunun sistemləşmiş şəkildə, Fransız inqilabından bəli, sonra strukturlaşdırılmış şəkildə Edmund Burke Fransız inqilabı dövründə belə deyək də ortaya qoydu. Edmund Burke buna niyə ehtiyacı duydu? Çünki Fransız inqilabı bilirdin ki, artıq həmin dövrdə inqilab olmuşdu və bütün köhnə dəyərlər, bütün cəmiyyətin o yapı daşları dediyimiz hissələr artıq bir-bir oynamağa başlayırdı. Ona görə də Edmund Burke həmin dövrdə yeni bir kitab yazdı, Fransız inqilabı üzərində düşüncələr. Bu orada çox yaxşı Fransız inqilabını çox yaxşı şəkildə müşahidə elədi, yəni nəzərdən keçirdi. O deyir ki, Fransız inqilabı, ümumiyyətlə inqilabçılar bütün bu dəyərləri hamısını bir-bir ləğv edirlər. Bir-bir üzərindən xətt çəkirlər. Hansı ki, bu dəyərlər min illər üzərində gəlmiş nəticələrdir. Lakin